20 fevral 2026-cı il tarixində Vəkillik Fəaliyyəti adlı dərsliyin təqdimat mərasimi keçirilib. BP, öz Azəri Çıraq Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz boru kəməri layihələrindəki tərəfdaşları SOCAR, TPAO, Lukoil, SGC, Niko, MOL, INPEX, ExxonMobil, İTOÇu, ONGC Videş, ENI, MVM və Total Energies adından yeni geniş əhatəli hüquq kitabını ictimaiyyətə təqdim edib. Bu nəşrdə məqsəd ictimai hüquqi maarifləndirməni gücləndirmək və hüquq tələbələri, fəaliyyətdə olan hüquqşünaslar və bu sahənin müəllimləri üçün yüksək keyfiyyətli akademik resursları daha da genişləndirməkdir. Vəkillik Fəaliyyəti adlı kitabın əsas məqsədi, vəkilliyin mahiyyəti və funksiyaları barədə aydın, strukturlu və əlçatan bilgilər təqdim etməklə cəmiyyətin hüquq mədəniyyətini gücləndirməkdir. Nəzəri, tarixi və praktiki yanaşmaları bir araya gətirən bu kitab, daha məlumatlı hüquq icmasının formalaşmasına dəstək olmağı və gələcək hüquqşünasların və hüquq mütəxəssislərinin hazırlanmasına töhfə verməyi hədəfləyir. Bu məqsədə uyğun olaraq gözlənilir ki, kitab hüquq tələbələri, hüquq işçiləri, hüquq mühafizə orqanları və ali təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də etibarlı hüquqi mənbəyə müraciət etmək istəyən hər kəs üçün dəyərli bir dərslik və istinad mənbəyi olacaq.